Sentyabr başlayandan, artıq bu nar, heyva sezonu açılandan başlayır qəbizliyi olan insanların çox şikayətləri artır. Yayda isə daha çox diareya olan insanlar proktoloji şikayətlərə məruz qalırlar. Məsələn, də çox şiddətli olur. Məsələn, siz indi bağırsağınız normal işləyən insansınız. Elə adam var ki, qəbiz olmağa meyillidir. 3-4 gün getmir. Birdən gedəndə elə vəziyyətə düşür ki, yəni təcili yardım çağırmağa məcbur olur. Bu zamanda əvvəl hissəsi bərkiyir və oradan çıxmır. Sizə başlayır narahat eləmək. Sonrası həmişə normal olur, yaxşı olur. Problem oradadır. O da spazm var, narahatçılıq var. O spazmda rahat bağırsaq boşalmasına imkan verir. Sentyabr başlayandan, artıq bu nar, heyva sezonu açılandan başlayır qəbizliyi olan insanların çox şikayətləri artır. Yayda isə daha çox diareya olan insanlar proktoloji şikayətlərə məruz qalırlar. Məsələn, heç çatı var, tutaq ki, babasili var. Əvvəllər heç bir şikayət olmayıb, elə onunla yaşayırmış. Bu qarın açıcı meyvələr var da, çiyələk dövrü gəlir, gilasdır, ərikdir. Bunlardan çox istifadə edən adamlar diareya olurlar. Yəni tez-tez gedirlər tualetə. Bircə gün 4-5 dəfə tualetə getdirsə, bütün şikayətlər geri gəlir. Yəni diareya daha təhlükəlidir əslində çat üçün, qəbizlikdən daha təhlükəlidir. Daha tez açır üstünü, tez xronikləşdirir və daha çox incidir. Ən çox ağrı, narahatçılıq. Müalicə yazarıq, inşallah baxarıq görə 20 günə vəziyyət